Salam hər kəsə. Bugün sizinlə çox maraqlı, eyni zamanda az danışılan bir mövzuya toxunmaq istəyirəm. Uşaq böyütmək qorxusu. Amma başlamadan əvvəl qısa bir qeyd etmək istəyirəm ki, qorxu və təşviş bu iki söz gündəlik həyatda çox vaxt bir-birinin yerinə işlədilir. Hətta mən deyərdim ki, təşviş sözü daha az istifadə olunur. Amma psixoloji baxımdan bunlar iki fərqli hissdir, emosiyadır. Qorxu bütün canlılarda olan, həyati təhlükə daşıyan hadisələrə qarşı bədənin verdiyi təməl bir emosiyadır. Yəni bir reaksiya olaraq emosiyadır. Məsələn, yüksək bir təpənin başında durmusunuz, önünüzdə uçurum var. Anidən kürəyinizdə bir toxunuş, bir əl hiss etdiniz. Orada çox fərqli bir hiss gələcək, çünki oradan düşmək ehtimalı çox yaxındır. Kimsə sanki sizi arxadan itələyir. Burada real bir ölüm təhlükəsi var. İrkilmə olacaq, ürək döyüntüsü artacaq, soyuq tər dediyimiz şey, ağzın quruluğu gələcək. Bədəniniz əslində buna dərhal reaksiya verir. Bu qorxu hissidir. Bu bütün canlılarda olan bir duyğudur. Təşviş duyğusu isə ikincil bir emosiyadır. Hətta belə deyim, bir animasiya filmi var. Inside Out adı. Inside Out 1 var və 2 var. Bu filmlərdə ilk hissədə bir uşağın daxili dünyasındakı təməl emosiyaları göstərirlər. Hər birinin öz xarakterinə uyğun rəngləri var, davranışları var və s. Həmçində orada uşağın inkişafını biz görürük. Çox şiddətlə tövsiyə elədiyim filmlərdir hər ikisi. Inside Out 2-də isə o uşağın yeniyetməlik dövrünə keçdikdən sonra zehnində yaranan emosiyaları görürük. Təşviş dediyimiz emosiya da hətta ora sonradan daxil olur. Burada bəhs etdiyimiz təşviş duyğusu əslində real ölüm təhlükəsi olmayan hadisələrə qarşı yaranır. Məsələn, 150 nəfərlik zaldasınız, 150 nəfər oturub sizi diqqətlə dinləyirlər. Ürəyiniz sürətlə döyünür, çünki siz bir çıxış eləyəcəksiniz, sizin üçün çox vacibdir və siz başlayırsınız nəfəs almaqda çətinlik çəkirsiniz, bəlkə biraz qızarırsınız. Əslində belə baxdığımız zaman həyatınız üçün real bir təhlükə yoxdur ortada. Amma bədən sanki bu təhlükə varmış kimi bir reaksiya verir. Bu emosiyanın adı da təşvişdir. Əslində bu emosiya da bir növ bizi qorumaq üçün yaranan duyğulardan biridir. Çünki təşviş duymayan insan həyatda fərqli məsuliyyətlərin altına girməkdə addım atmaz. Məsələn, yəni universitetdə oxuyursunuz, tələbəsiz, imtahanınız var və imtahan üçün hazırlıq eləməlisiniz. Dərslərinizi oxumalısınız və s. Burada sizin təşviş yaşamağınız sizin üçün funksionaldır. Yəni hər emosiyanın bir funksiyası var əslində. Çünki siz o təşvişi yaşamasaz, o panikanı keçirməsəz, əslində istədiyiniz nəticəyə bəlkə ala bilməyəcəksiniz. Yəni bir növ sizin üçün itici güc keyfiyyətindədir bu emosiyalar. Əlgərəz bugünkü mövzumuzun adını uşaq böyütmə qorxusu qoysam da, bunu daha anlaşılması rahat olsun deyə istifadə eləmişəm. Amma nəzərdə tutduğum şey əslində uşaq böyütmə ilə bağlı təşviş duyğusudur. Bunu da başda qeyd etmək istədim ki, danışıqlarımızı daha düzgün formada anlayasınız. Bəzən insanlardan həyat hekayələrindən eşidirəm. Uşaq istəyirəm, övlad sahibi olmaq istəyirəm, amma bilmirəm, qorxuram, tərəddüdüm var və s. Bəzən bunun səbəbləri açıqlana bilir, bəzən isə sadəcə bir emosiyada qalır. Bunu eşidəndə bəlkə də biraz dayanıb düşünmək lazımdır. Çünki bizim cəmiyyətdə övlad sahibi olmaq, olmamaq qərarı ya da daha gec övlad sahibi olmaq qərarı, yəni planlı bir şəkildə övlad sahibi olmaq qərarı yeni-yeni qəbul görməyə başlayıb deyərdim. Əksər zamanlarda bu sanki həyatın bir qaydası imiş kimi ailə qurduqdan sonra birbaşa övladın olmağı bir standart idi sanki. Amma zamanla bunlar dəyişilib, təbii ki, fərqli səbəblərdən, fərqli qərarlardan uşaq sahibi olma qərarı alınmaya bilər ya da gec alına bilər, ümumiyyətlə alınmaya bilər həyatı boyunca. Ona görə də biraz oturub düşünmək və o fərdləri, bu düşüncədə olan fərdləri etiketləməmək lazımdır. Ya da bu insan mərhəmətsiz insandırmı görəsən, yoxsa məsuliyyət almaqdan qaçınan bir insandır və s. kimi etiketləri yapışdırmamaq və biraz geridə durub düşünmək lazımdır. Yaxşı, bəs düşünək. Bu qorxu, yəni təşviş dediyimiz şey hardan gəlir? Biraz dərindən baxaq və bir neçə mənbəsindən bəhs edək. Birinci mənbə nə ola bilər? Valideyn olmağa çalışan, ancaq bu qorxunu yaşayan insanların öz uşaqlıqlarından gələn izlər ola bilər. Hər ikisinin, həm atanın, həm ananın. Giriş bölümündə də qeyd etmişdim. Böyüdüyümüz mühit, valideyn
valideynlərimizin bizə olan münasibəti bizdə dərin izlər buraxır. Yəni bu mütləq neqativ mənada travmatik hisslər demək deyil. Həm travmatik yaşanmışlıqlar ola bilər, həm pozitiv yaşanmışlıqlar ola bilər, hansı ki bizdə xoş bir xatirə olaraq qalır ya da bir dərs olaraq bəlkə yadımızda qalıb. Bu izlər bəzən şuurlu şəkildə yadımızdadır, bəzən isə əksinə bunları xatırlamırıq. Biraz şuurdan kənar hissəyə göndərmişik, amma bir növ hiss edirik. Düşünün ki, böyüyərkən evdə çox ciddi, tənqidçi bir ata ilə böyümüsüz. O ata bəlkə sizi sevib, amma sevgisini göstərməyi bacarmayıb, daha fərqli bir dil ilə bu sevgini göstərib. Bir çox ssenariyo mümkündür. Siz isə uşaq olaraq o sevgini hiss etməmisiniz. Əvəzində də daim özünüzü sanki bir sınaqda, bir yarışda kimi bəlkə də hiss etmisiniz. O sevgini qazana bilmək üçün bir yarışda. İndi siz böyüyüb valideyn olmağı düşünəndə zehninizdən nələr keçmiş ola bilər? Görəsən mən də elə olaram, mən də belə davranaram ya da mən də övladıma sevgimi göstərməkdə çətinlik çəkə bilərəm. Yəqin ki mən də belə olacam. Sanki bu genetik bir şeymiş kimi qəbul edə bilirik yanlış şəkildə. Yəni bu kimi suallar zehində qarışıq formada, avtomatik formada canlandıqda təşviş duyğusunu artırır. Ya da tam tərsinə valideynlərimiz bəlkə də çox həssas, həddindən artıq qoruyucu olublar. Bəlkə də sizi daim qanadları altında saxlayıblar, qoruyublar. Siz də böyüyəndə bəlkə də müstəqil qərarlar almaqda çətinlik çəkməyə başlamısınız. İndi övladınızı düşünəndə deyirsiniz ki, görəsən mən onu çox sıxma boğmaya salmaram, həddindən artıq qoruyucu olmaram. Bu da onun həyatında mənim yaşadığım kimi çətinliklərlə nəticələnməz kimi yenə təşviş yaradan bir neçə avtomatik düşüncələr zehində yaranır. Yəni bu qorxunun forması fərqli olsa da, mənbəyi çox vaxt eyni yerə, keçmişə gedib çıxa bilir. Valideynlərinizdən gördükləriniz, eşitdikləriniz, hiss etdiklərinizdən formalaşan bir şablon kimi düşünə bilərsiniz bunu. Siz istəsəz də, istəməsəz də bu şablon, bu təmsil zehninizdə mövcuddur. Məsələ onu görüb görməməklə ya da bu görüb görməmə dərəcənizə görə onu həyatınızda nə formada dönüşdürdüyünüzə görə dəyişilə bilər. İkinci mənbə nə ola bilər? Uşaq böyütmə qorxusu mövzusunda özünə olan inam məsələsi var. Görəsən mən yetərincə yaxşı valideyn ola bilərəmmi? Bu sual çox valideynin, hətta artıq övlad sahibi olan bir valideyn belə düşünə bilər ki, görəsən mən uşağım üçün yetərli bir valideynəm, onu hər şeylə təmin edirəmmi, ona yetərli dəstəyi göstərə bilirəmmi, görəsən mənə qarşı nələr hiss edir kimi suallar keçə bilər. Bu təşvişi hiss etmək əslində bir növ siqnaldır ki, insanlar bu mövzuya ciddi yanaşırlar. Və o bayaq dediyim kimi təşviş duyğusunu başa saldığım anda, təşviş necə ki bizi bir davranışı etməyə itələyən bir qüvvədirsə, burada da təşviş bənzər funksionallığa sahibdir təbii ki. Əslində siz uşağınız üçün bir şeylər etməyə, məsuliyyətinizi görməyə daha yatqın bir mövqedə olduğunuz üçün bu emosiyanı hiss edirsiniz və bu emosiya sizə bu yolda addımlar atmağa kömək edir. Təbii ki, kontrollu bir şəkildə təşvişdən bəhs edirəm, yəni idarə edilə bilən bir təşvişdən bəhs edirəm, amma bu təşviş az ya da çox olduğu vəziyyətlərdə fərqli şeylərə dönüşə də bilir. Yəni altda təşviş yatsa da bunu üst təbəqədə biz qəzəblə, şiddətlə görə bilirik, hansı ki bu zərərli mövqedə durur. Nəsə ki bu ayrı bir mövzudur. Amma özünə inam məsələsi təkcə bacararamı sualından da ibarət deyil. Dediyim kimi, mən sevgini düzgün formada ötürə bilərəmmi? Bəlkə siz özünüz uşaqlıqda şərtsiz sevgi görməmisiniz ya da ümumiyyətlə şərtsiz sevginin nə olduğunu bilmirsiniz, yaşamamısınız, dadmamısınız. Amma hal-hazırda yetkin formada bunun fərqindəsiniz ki, uşağı nə olursa olsun sevgi ilə bəsləməliyəm. Bəs düşünə bilərsiniz ki, mən görmədiyim bir şeyi, bilmədiyim bir şeyi övladıma necə verə bilərəm? Görəsən səhv etsəm nə olar? Çünki uşaq böyütmək elə bir sahədir ki, sınaq yanılma metodu işlətməyə məcbur qalır insan. Yəni onsuz da sən etdiyin davranışın nəticəsini öngörə bilmədiyin üçün, təxmin edə bilmədiyin üçün onu yoxlayırsan, sınaqdan keçirdirsən və nəticəsinə baxırsan, müşahidə edirsən və buradan bir nəticə çıxardırsan. Gələn səfərdə fərqli bir şey sınayırsan, yenə əgər yanılırsansa, baxırsan nə etmək olar, yanılmırsansa
olsa buna davam edirsən. Valideynlikdə səhv etməmək düşüncəsi real deyil. Hər valideyn yoxlayaraq, sınaqdan keçirdərək, bəlkə zaman-zaman yanılaraq bir metod kəşf edir və valideynliyini bunun ətrafında formalaşdırır, inkişaf etdirir. Bəs mən özüm hələ də bilmirəm ki, mən kiməm, özümü bəlkə də tapmamışam həyatda. Bəlkə də öz qayğıma belə qala bilmirəm, maddi, mənəvi. Başqa bir insana necə baxa bilərəm? Bəzən də insanlar öz içindəki boşluqları müşahidə edirlər, həm maddi olaraq, həm də fiziki mühitdə, yəni real maddi bir çətinliklər varsa, bunları dəyərləndirirlər. Öz bəlkə emosional yaraları var bir insanın, öz həll olunmamış məsələləri var. Belə halda da övlad sahibi olmaq həm bir istəyə dönüşə bilir, həm bununla bərabər bir təşviş də paralelində gedə bilir. Bu da əslində normal bir ssenariodur. Çünki insan həyatında, insan yaşanmışlığında heç nə ağ-qara deyil. Ağ-qara çalarları arasındakı milyonlarla tonlardan ibarətdir insan əslində. Həm emosional olaraq, həm davranış çeşidliliyi baxımından bu belədir. Yəni bir anda bir insana qarşı, bir hala qarşı, bir məsələyə qarşı həm arzu, həm təşviş hiss edə bilərsiniz. Bu çox normal bir şeydir. Həm qorxa bilərsiniz, həm istəyə bilərsiniz. Bu ilə bir münasibətdə də belədir. Qarşınızdakı insanın mənfi xarakterlərini, bəlkə qarşıdakını tənbəl olaraq dəyərləndirirsiniz ya da nəsə, yəni daha neqativ bir şeylər zehninizə canlana bilər. Amma eyni zamanda da tam fərqli, yəni gülməli, əyləncəli, sizə xoş təəssürat bağışlayan mövqelərini də onu xatırlaya bilərsiniz. Yəni əslində bir insan bir xarakterlə, bir hadisə, bir yönü ilə həyatda var olmur. Tonlarla, çalarlarla birlikdə var olur. Yəni bu məsələyə də belə baxa bilərik. Yəni övlad sahibi olmaq bir yandan arzu olarkən, yəni dediyim kimi xoş təəssürat bağışlayan bir hadisə olacaqkən, eyni zamanda buna təşviş, qorxu kimi sizi bəlkə də daxildən narahat edən hisslər də buna yol yoldaşlığı edə bilər. Uşaq böyütmə qorxusunda başqa bir mənbə xarici dünyadan gələn təzyiqlər və şərtlər ola bilər. Hətta bugünkü şərtlərdə deyərdim, yəni müharibə, abu-havası hər yerdə görünür. Biz çox eşidirik, xəbərlərdə görürük. Yəni bir növ bu bizim dünya təhlükəli bir yerdir inancımızın formalaşmasına səbəb ola bilər. Bəlkə də maddi bəzi sıxıntılar ola bilər. Bugünkü şəraitdə ona görə uşaq böyütmək yanlış hiss etdirə bilər insanlara. Bunlara əlavə olaraq da biz sosial mediadan bəhs edə bilərik. Sosial mediaya baxanda biz nə görürük? Hər şeyi düzgün, doğru edən valideyn imajları. Bayaq dediyim kimi, həyatın içindəki hər hadisədə fərqli çalarlar var da, heç nə ağ-qara deyil əslində. Yəni bir insan da yetəri qədər psixoloji elastikliyə sahibdirsə, bu tonların arasında hərəkət etməyə başlayır. Ağ-qara düşüncə təbii ki var. Yəni hətta bizim uşaqlığımızda bu ağ-qara düşüncə çox olurdu. Yəni bir şey ya pisdir, ya yaxşıdır düşüncəsi var idi. Sonra isə biz böyüdükcə bunları bütövləşdirməyə başlayırıq. Əlgərəz, burada sosial mediada da bənzər texnika istifadə olunur sanki. Ağ-qara göstərmək, hətta deyərdim ki, hər şeyi daha pozitiv yönü ilə göstərmək, toksik pozitivlik mövzusu ilə də yaxından əlaqəlidir. Uşağı üçün hər şey edən ana, heç bir səhv etməyən ata, çox mükəmməl qayğı verən valideynlər, uşaqla keçirilən mükəmməl anlar, estetik otaqlar, sağlam, hər zaman sağlam olan yeməklər, inkişaf etdirici oyunların heç zaman əksik olmaması, daim gülümsəyən şən uşaqlar və daim sakit, xoşbaxt görünən analar və atalar. Bəs biraz düşünmək lazımdır. Bu görüntülər nə qədər realdır? Qismən ola bilər, amma tam deyil. Çünki heç kim sosial mediada çətinliklərini, yorğunluqlarını, düzdür, belə bir axımlar da artıq yaranmağa başlayır. Hansı ki, sosial mediada neytral bir mövqedən çıxış edən insanlar var. Amma daha çox sosial mediada biz pozitiv tərəfləri görürük. Heç kim yorğunluqlarını, bugün uşağıma qışqırdım anlarını təbii ki, paylaşmır. Ya da çox nadirən ola bilər. Yəni səmimi bir paylaşım etmək istəyən insanlar paylaşa bilər.
Nəticədə siz bir standartla daim müqayisə içərisində yaşayırsınız. Real olmayan bir standart həm də əslində heç vaxt çatıla bilməyəcək bir standartla müqayisə etmiş olursunuz. Bu da sizi daxili olaraq tükədə bilər. Yəni heç vaxt çata bilməyəcəyiniz bir hədəfi seçmək nə qədər yorucudur. Nə zaman ki ora çatacam, onda mən ideal valideyn ola bilərəm düşüncəsi real deyil. Yəni nə qədər insan daxildə mükəmməliyyətçilik inancı aktiv olsa da, buna uyğun davransa da, əslində belə baxdığımız zaman real deyil. Bayaq bəhs etdiyim iqtisadi narahatlıqlar, yəni maddi narahatlıqlar da bu qorxunun bir hissəsidir. Görəsən mən uşağımı yetərli maddi şəraitə böyüdə bilərəmmi? Bu sual xüsusilə də gənclərdə, yəni həyatını yeni-yeni qurmağa başlayan kəsimdə çox güclü ola bilir. Mənzil sahibi olmaq, yetərli təhsil səviyyəsinə sahib olmaq, sağlamlıq dərəcəsi, bütün bunlar hamısı düşünüldükcə uşaq sahibi olmaq arzusu da bir yandan yükə çevrilə bilər. Çünki burada bəzi nüanslar var ki, daxildə deyil, həll yolu da daxildə deyil. Yəni biraz xaricdədir. Düzdür, insan hər təqdirdə çalışıb çabalaması öz əlindədir, amma hər zaman deyil. Məsələn, bəzi sağlamlıqla bağlı problemlər ola bilər ki, o insanın etdiyi bir şeyə görə olmur. Genetik bir payı ola bilər və s. Böyüdüyü ailədə maddi şərtlər yaxşı olmaya bilər və o insan yetəri qədər təhsil almaya bilər, yəni özünə hədəflədiyi qədər təhsil almaya bilər və bunun üçün özünün əlavə bəlkə yatırım etməli olduğu şeylər ola bilər. Yəni bütün bunların arasında da uşaq sahib olma qorxusu yaranır təbii ki. Görəsən bəs edərmi uşaq üçün? Bir də bizim kimi cəmiyyətdə bir təzyiq məsələsi var, hansı ki, qərb ölkələrindəki mədəniyyətdə bu daha azdır. Çünki insanların individuallığı daha ön plandadır. Bizim kimi kollektivist cəmiyyətlərdə isə insanların sərhəd anlayışı daha elastikdir. Yəni insanların bir-birlərinin həyatının üzərində təsiri, bir-birlərinə müdaxilə etmə səviyyələri ya da bəzi cümlələri şəxsi sərhəd pozması kimi görməmə ehtimalları daha yüksəkdir. Bu cəmiyyət olaraq, mədəniyyət olaraq illərdir formalaşan bir şeydir, uzun müddətli formalaşan bir şeydir. Yəni bizim kimi cəmiyyətlərdə də belə birbaşa təzyiqlər görülə bilir ki, nə vaxt uşaq sahibi olacaqsınız sualı. Bu sualı alan cütlük təbii ki bir təzyiq hiss etməyə başlayır və onsuz da bəlkə də daxildə fərqli səbəblərdən yaşadığı bu təşviş daha da artmış olur. Təbii ki buna bir sərhəd qoyma mexanizması zəifdirsə cütlük tərəfindən, o daxildə olan, onsuz da başqa səbəblərdən bəlkə də artmış olan təşviş daha da artmış ola bilər. Ya da bu bir növ dönüşərək qəzəbə və münasibətlərin pozulması səviyyəsinə daşına bilər. Kifayət qədər yaxşı valideyn anlayışı var bir də. Bu anlayış mənim çox sevdiyim bir nəzəriyyəçi tərəfindən ortaya atılıb, Donald Winnicott tərəfindən. Good enough mothering belə gedirdi. Amma burada biz indiki dövrdə ana-ata anlayışını bir-birindən ayırmırıq. Yəni uşağın əsas baxım verəninin ancaq ana olmaq məcburiyyəti yoxdur. Uşaq onsuz da o bağlantını özü seçir. Həyatının ilk 6 ayında ona ən çox kim baxıbsa, kim onun ehtiyaclarına duyarlıdırsa, o insanla bir bağ qurur. Əlgərəz heç bir valideyn olaraq buna hazırlıqlı doğulmur. Uşaq böyütmək, yetişdirmək öyrənilən bir prosesdir. Uşaqla birlikdə valideyn də səhvlərlə, düzəlişlərlə, sınama, yanılma metodu ilə, bəzən kömək alaraq, dəstək alaraq öz-özünü yetişdirir bir növ. Kifayət qədər yaxşı valideyn olmaq real çatıla bilən bir məqamdır. Bu tərifin sahibi Winnicott deyirdi ki, uşağın ehtiyacı əslində mükəmməl bir valideyn deyil. Uşaq mükəmməl bir valideynə ehtiyac duymur. Çünki mükəmməl valideyn real deyil, real dünya da mükəmməl deyil. Yəni uşağın ehtiyacı real dünyaya adaptasiya olmaqdır və bunu mükəmməl valideyn vasitəsilə edə bilməz. Uşaq nəyə ehtiyac duyur? Etibarlılığa, ardıcıllığa, daimi sevgiyə, şərtsiz sevgiyə ehtiyac duyur. Səhv
Səhv edib sonra düzəltməyi bacarmaq, bağışlanmağı istəmək kimi valideynin etdiyi davranışlar da kifayət qədər yaxşı valideynin əlamətləridir. Hətta deyərdim ki, o mükəmməllik yarğısını yavaş-yavaş qıran bir mövqedədir və uşağı real dünyaya hazırlayır. Biraz daha konkretləşdirək. Siz uşağınıza qışqırırsınız. Bu olacaq. Yəni səs tonu mütləq ki qalxır. Siz bəlkə yorğun bir günündə uşağa onun ehtiyacı olan diqqəti verə bilmirsiniz. Bu da ola bilər. Hər zaman məsələ belə anlardan sonra nə etdiyiniz, nə formada davrandığınız və uşağınızla nə cür bir ünsiyyət qurduğunuzdur. Uşağınıza qayıdıb mən bu gün səhv etdim, yorğun bir gün keçirdirdim və bunun ardından belə bir şey yaşadığımız üçün sənə səs tonumu qaldırdım. Buna görə məni bağışla. Əslində bu mənim özümün yaşadığı bir məsələ idi və mən bunu sənə yansıtdım. Əslində buradakı məsələ mənimlə bağlıdır mesajını verə bilmək. Və bu mükəmməliyyətçilik qırıldıqca uşaq da valideynin, yəni təbii ki, müəyyən yaş dövründən sonra 3 yaşında, 2 yaşında uşağa oturub mən buna görə sənə səhv etdim, bağışla kimi, yəni uşağın başa düşməkdə çətinlik çəkdiyi formada izah etmək lazım deyil. Yaş dövrünə görə üzr istəmək bacarığı, yəni bunu deyim. Nə deyirdim? Mükəmməllikdən qat-qat daha dəyərli bir mövqedə qalır əslində bu məsələ. Uşaq həyatın mükəmməl olmadığını, valideyninin zaman-zaman səhv edə biləcəyini, amma bu səhvləri düzəldə biləcəyini rol model alaraq ondan götürmüş olur. O da gələcəkdə qurduğu münasibətlərdə qarşı tərəflə anlaşılmazlıq yaranan bir şəkildə davrandığı zaman burada öz payını da görə bilmək və öz payını gördükdən sonra bir növ mövqe alaraq üzr istəməli olduğu yerdə üzr istəmək, bəlkə düzəltməli olduğu mövqedə o davranışı düzəltmək və telafi etmək kimi demək istəyirəm əslində. Bu kimi davranışların təməlini atmış olur zehnində. Bu qorxu ilə, bu təşvişlə ən asan yol sanki bu yoxmuş kimi davranmaq görünür. Belə baxdığımız zaman ən funksional olmayan çıxış yolu budur. Əgər qorxu, təşviş kimi hisslər yaşandığında onun daha da açaraq nəyə bağlandığını, nə səbəbdən olduğuna qayıda bilsək, zehnimizdən keçən bağlantıları analiz edə bilsək, bunu tək başımıza edə bilmiriksə, yazaraq bəlkə edə bilmiriksə, professional dəstək alaraq bu yola çıxmaq əslində bizim zehnimizdə bəzi şeyləri götür-qoy etməyimizə səbəb olacaq. Mən həmişə demişəm ki, ən çox etinasız davranılan qrup, yəni bir növ görməzdən gəlinən qrup sanki valideynlərdir son zamanlarda. Çünki valideynlər uşaqları ilə olan problemdə, yəni uşağın yaşadığı hər hansı bir davranış problemində, məktəbdəki adaptasiyalar, uşağın öz yaxınları ilə, yəni öz dostları ilə olan münasibətindəki anlaşılmazlıqlar, emosiyalarını idarə edə bilməməsi kimi problemlərə baxdığımız zaman biz daha çox görürük ki, valideynlər uşağa professional dəstək verməyə çalışırlar. Təbii ki, uşağın professional dəstək almağı, öz yaşına uyğun oyun terapiyası ilə məşğul olunmağı onunla ya da qum terapiyası kimi ekspressiv terapiya növlərindən istifadə olunmağı və s. uşaq üçün rahatladıcıdır. Yəni öz hisslərini bir növ ifadə edə bilər. Ancaq bəzi məsələlərdə, bəzi nöqtələrdə görürük ki, biz evə baxırıq və evdə valideynin disiplinlə bağlı yaşadığı çətinlikləri görə bilirik. Bu valideyn disiplini yaratmaqda ya da disiplini aşırı şəkildə qorumaq uclarındadırsa, yəni ortalarda bir yerdə deyilsə, uşağın yaşına və tələblərinə görə, burada biz nə görürük? Görürük ki, əslində bu uşaq professional dəstək aldıqdan sonra belə onda geriləmələr baş verir. Təkrar əvvəlki vəziyyətə qayıda bilir. Çünki məsələnin kökü burada valideynlə olan ünsiyyətin düzəltilməsidir. Yəni valideyn və uşaq arasındakı münasibət burada işlənməli olandır və bəzi nöqtələrdə də valideyn uşaqla arasındakı ünsiyyətə nəzər salsaq, görürük ki, bu valideynin əslində öz daxili dünyasındakı olan konfliktlərindən qaynaqlanan və uşağa dolaylı şəkildə yansıdılan bir məsələdir. Yəni valideyn burada bir yetkin dəstəyinə ehtiyac duyan bir fərd mövqesində ola bilir. Hansı ki, biz görürük ki, orada uşaq çətinlik çəkir, uşaq problem yaşayır. Amma məsələnin kökünə gedib çıxdığımız zaman görürük ki, əslində valideyn qaynaqlı bir
məsələ ola bilər ki, bu zamanla təbii ki, münasibətlər qarşılıqlı olduğu üçün uşaqla döngüsəl bir şəkildə formalaşaraq uşağa da yansıyır. Yəni yekunlaşdıracaq olsaq, uşaq böyütmək təşvişi bir növ bir siqnaldır. Bir nöqtədə faydalıdır və funksionaldır. Bəzi nöqtələrdə təbii ki, o insanın, o fərdin həyatındakı olan funksionallığı nə dərəcə olduğuna görə də ona zərər vermə ehtimalı, psixoloji sağlamlığına zərər vermə ehtimalı da ola bilər. Bu təşvişin miqdarına görə və fərdin bu təşvişi tolerans edə bilmə bacarığına görə dəyişilə bilər. Bu təşvişin yaranmasındakı ümumi mənbələrə baxdıq, üzərindən keçdik, bəzilərini biraz detallandırdıq, bəziləri biraz qaranlıq qalmış ola bilər. Bir sonrakı bölümlərdə bəlkə də bu toxunmadığımız ya da qaranlıq qalan mövzuları da aydınlaşdırarıq. Bir sonrakı bölümlərdə görüşərik. Özünüzə yaxşı baxın.